Bakı Dövlət Universitetində Azərbaycan Dövlət İnformasiya Agentliyinin media və təhsil sahələri arasında əməkdaşlığın inkişafına töhfə verəcək xüsusi auditoriyası yaradılıb. Yeni auditoriya media sahəsində peşəkar kadr hazırlığının gücləndirilməsinə xidmət məqsədi daşıyır. Mətbuat Şurasının sədri Rəşad Məcid açılış mərasimində çıxışı zamanı vurğulayıb ki, gənclərin Azərtacda fəaliyyət göstərməsi onların peşəkar formalaşması baxımından səmərəli nəticələr verir. Bakı Dövlət Universitetində Azərtacın xüsusi auditoriyasının açılışında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmailov isə deyib ki, Bakı Dövlət Universitetində keçirilən tədbirlərin birində xüsusi auditoriya ideyasının səsləndirildiyini xatırlayır. Azərtac isə bu ideyanı uğurla reallaşdıraraq onu praktik və faydalı bir layihəyə çevirib. O qeyd edib ki, xüsusi auditoriyaların yaradılması bundan sonraki tədbirlərdə də tələbələr üçün ciddi stimul olacaq. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin sözlərinə görə isə Azərtac kimi nüfuzlu media qurumunun bu sahədə gördüyü işlər daim inkişafın və keyfiyyətin göstəricisi olub. Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan dilinin saflığının qorunması və düzgün işlədilməsi məsələlərində bu sahənin mütəxəssislərinə böyük ehtiyac var. Bu cür auditoriyalarda günümüzün aktual mövzuları ətrafında müxtəlif seminarlar və tədbirlər keçirilə bilər. Bu auditoriya sadəcə bir otaq deyil və düşünürük ki, burada bizim təhsil alanlar, tələbələr, magistrantlar, hətta doktorantlarımız belə həmin bu sahənin, audio-vizual sahənin, media sahəsinin, jurnalistika sahəsinin daha da dərindən mənimsənilməsinə təbiidir ki, bizim həm müəllimlərin, professor müəllim heyətinin, eyni zamanda bu sahədə puxtalaşmış audio-vizual sahənin mütəxəssislərinin köməyi ilə daha dərindən gələnəcəklər və hər zaman məzunu olduqları Bakı Dövlət Universitetinin adını uca tutmağı bacaracaqlar. Bakı Dövlət Universiteti ilə Azərtac uzun illərdir ki, çox sıx əməkdaşlıq edir. Universitetdə təhsil alan tələbələr Azərtacda istehsalat təcrübəsi keçirlər və agentlik bu ali təhsil ocağından bir çox gənc jurnalisti işə qəbul edib. Agentliyin idarə heyətinin sədri də bu fikirləri qeyd edərək Azərtacın xüsusi auditoriyasının açılışını əlamətdar hadisə kimi qiymətləndirib. Ümid edirəm ki, gələcəkdə də Bakı Dövlət Universitetinin tələbələri burada olan digər xüsusi bir neçə auditoriya da var və Azərtacın da xüsusi auditoriyasında həvəslə gəlib dərslərini çalışacaqlar. Bu, həm də bizim Bakı Dövlət Universiteti ilə əməkdaşlığımıza da yeni bir töhfə olacaq. Qeyd edək ki, Azərtacın Bakı Dövlət Universitetində yeni yaradılan xüsusi auditoriyasında müxtəlif görüşlər, dərslər və təlimlər keçiriləcək.